2 il boyunca CBR 600 sürmüş birisi olaraq deyə bilərəm ki, bu sportun oturuşu çox rahatdır. Çox. Bununla rayona da gedərsən, şəhər içi də sürərsən, isinmə problemi çəkməzsən. Hər kəsə salam. Hər kəsə salam. 33 yaşım var. Bugün qarşımızda QJ Moto SRK 400 RR var. Gözəl sport stilinə sahib bu motosikletin incələməsini çəkmək üçün buradayıq. Grand Motodayıq hal-hazırda. Çinin ən keyfiyyətli markalarından biri hesab olunan QJ Moto, eləcə də ikincisi Bendadır. Keyfiyyət həqiqətən hiss olunur. Toxunanda Yapon olması da Çinin ən idealı olduğu bəlli olur. Ən birinci istəyirəm bir dizaynla danışaq. Ön tərəfində gözəl stil verilib işıqlara, ki LED işıqlardır bunlar. Tormuz disk 2 dənədir, dualdır. Hansı ki Kawasaki Ninja 400-də bir dənə olur bunlar. Kawasaki Ninja 400-dən digər yaxşı tərəfi deyə bilərik ki, amortisatorun tərs olmağıdır. UCD amortisator deyək buna. Altında 2 silindirli olduğu görülür. 400 cc, 2 silindir, su soyutmalı, Dodge mühərrikli bir motosikletlə qarşı-qarşıyayıq hal-hazırda. Göründüyü kimi LED ekran var burada. Amma mən bunun əslində bir açılış ekranının olmasını istəyərdim. Məsələn, QJ Moto falan belə bir şey yazılmağını istəyərdim. Türkiyədə olan modellərdə bəzilərində var. Bəzilərində də bunun kimi də yoxdur. Bu böyük ehtimal ki, sadə modeldir. Tam açığı deyim, məlumatım yoxdur. Bunun şasisindən, ramasından danışaq. Raması elə dizayn olub ki, sport vidi verilib motosikletə. Sadəcə oturanda tam biləyim qırıqdır bu arada. Nəyə görə qırıqdır deyirəm? Məni incitmir. Sportdakı kimi belə biləyimin üstünə yüklənmirəm. Yüklənmə məcburiyyətində qalmıram. Yəni bunu bu şəkildə rahat qavraya bilirəm. Çox gözəl duruşu var. Mənim boyum 1.83-dür. Çəkim 90 kiloya yaxındır və bu məni qıraqdan gördüyünüz kimi heç palit eləməyəcək şəkildə gözəl göstərir. Həqiqətən gözəl göstərir. Buna da başqa ekstra bir şey deməyə gərək yoxdur. Həqiqətən, çünki görünüş öz sözünü deyir. Arxada monoşok amortisatordur, yəni ayarlana bilən amortisatorlardandır. Arxa ABS, qabaq ABS, standart paket gəlir bunlarda. Gücdən danışası olsaq, 41-43 arası dəyişir at gücü, yəni. Torku ise səhv eləmirəmsə 37 Nm olmalıdır bunun torku. Ümumi videolara baxsaz, indi sürüş videosu olmayacaq biləyim qırıq olduğuna görə. Videolara baxsaz görərsiniz, 199, 200, 197 belə km/saat göstərir, amma böyük ehtimal ki, bu top speed göstərdiyi kimi hər motosikletdə fərqli ola bilir. Yamaha da belə 15 km/saat fərq göstərə bilir top speeddə. Yəni GPS ilə yoxlasaq 170-180 arası bir şeylər görəcəyini düşünürəm bunun. Mən olsam alar mıyam? Həqiqətən alaram bunu. Çox istəyirəm almağı, amma büdcə biraz mənə uyğun deyil. Yəni bu büdcəyə daha başqa bir şeylər gətirə bilərsən xaricdən. Onu düşünürəm hal-hazırda. Bəlkə də bundan alacağım, bəlkə də almayacağım. Hələ ki düşünmə ərəfəsindəyəm, açığı deyim. Amma sezonun sonuna doğru böyük ehtimal ki, buna tərəf yönələcəm. Bunu kim alar? Bunu alar sport sevənlər. Bunu alar büdcəsi az olanlar. Bunu alar gözəl olsun, şəhər içi də sürə bilim, rayona da gedə bilim deyənlər. Yəni hər hansısa bir 4 silindirli və yaxud da 2 silindir Kawasaki Ninja 400-dən baxım keyfiyyət olaraq daha ucuzdur. Yəni belə deyim, keyfiyyət olaraq necə? Zapçast məsələn qırıldı, təbii ki Kawasaki'dən ucuzdur. Alıb istifadə edə bilərsiniz rahat şəkildə. Bunun təmirinə gedib də pul verməyə ehtiyac olmayacaq. Hal-hazırda Grand Motodayıq. Zapçastların hər birisi nə istəsəz, ağlınıza nə gəlsə hamısı burada mövcuddur. Buradan gəlib də ala bilərsiniz. Yəni stikerlər falan da çox qəşəng vidi var həqiqətən. Bunun ağ rəngi də var, qırmızı rəngi də var. Yəni mən Google-da araşdırdığım qədərlə deyirəm. Buradakı rəngi amma dəhşət çox gözəldir. O biri BMW-yə falan oxşuyur. BMW oxşamağındansa öz xarakteristikasını yansıdan bu gözəl motosiklet məncə daha ideal bir gözəllik verir. İndi gələk, mən bunun nəyini bəyənirəm, ondan danışaq. Mənim belimdə bir neçə sıxıntılar var. Bunlar da hamısı uşaq vaxtı motosiklet qəzalarından falan olan bir şeylərdir. Sport vidi sevirəm.
sport vidi sevməyimlə bərabər gücü də sevirəm və bunda tork çox möhtəşəmdir. Yəni 200-ü çox tez müddətdə yığa bilən motosikildir, nəinki Ninja 400. Ağırlığı gələndə aşağı yuxarı eynidirlər. Ninja 400 daha yüngüldür, amma bunun yəni sürəndə izah eləyə biləcək bir şeylərdir. Yəni Ninja 400-ü sürmüşəm dəfələrlə. Bunu sürməmişəm açığı deyim, amma videolarına baxanda da görmüşəm ki, çox gözəldir. Aparır, Ninja 400 aparır bunu təbii ki. Amma maliyyət məsələsi var. Ninja 400-ü siz gedib 0 kilometrini Azərbaycana gətirsəz, 18-20 min arası tutur. Bu ki, qiyməti bunun 9-10 arasıdır. Səhv eləmirəmsə 9999 manat, bəli. Səhv eləmirəmsə belə də baxıb deyərəm, yazarım indi. Mən Ninja 400-dənsə buna yönəlməyi daha məsləhət bilərəm. Həm baxım xərcləri olsun, həm alış xərci olsun, hamısı yarı-yarı ucuz deməkdir ki, yəni eyni keyfiyyəti, eyni sürəti, eyni performansı verir. Oturuşuna təkrardan qayıtmaq istəyirəm. Oturuşu beli incitmir. Rahat şəkildə otura bilirsiniz. Yəni digər motosikillardakı kimi, sportlardakı kimi bu şəkildə önə əyilməyə, nə bilim, boynum ağrıdı, belim ağrıdı, mən məcbur bir əllə sürməliyəm falan deməyə, söhbətlərə ehtiyac yoxdur. 2 il boyunca CBR 600 sürmüş birisi olaraq deyə bilərəm ki, bu sportun oturuşu çox rahatdır. Çox. Bununla rayona da gedərsən, şəhər içi də sürərsən, isinmə problemi çəkməzsən. Bəyəndiyim yanları bunlardır. Oturuşu, torkunun çox olmağı, sürəti, top speedi tez yığmağı, 6-cı skorsta redline görən hələm motosiklet yoxdur ki, bu redline görür. Çin motosikletlərindən söhbət gedir. Füturistik gözəlliyi, hər şeyi bir müsbətdir. Tək bəyənmədiyim bu açılış ekranının olmamağıdır. Başqa da hər şey idealdır. Bir dənə də reklam arası verək. Niyə o aşağıdan like düyməsini basmırsan? Bir qaldırırsan yuxarı, sağ aşağıda da abunə ol falan var. Bunu niyə eləmirsən? Bir dəstəyini bildir ki, belə gözəl motosikletlərin çəkilişlərini daha tez-tez görəsiniz. Və gördüyünüz kimi mikrofon, kamera, hər şey öz yerindədir. İnkişafa doğru gedirik. Bunun qarşılığında sizdən həqiqətən